Limitin tərifi bizə deyir ki, tutaq ki, fx funksiyası a nöqtəsinin istənilən ətrafında təyin olunmuşdur. A nöqtəsində təyin olunmaya da bilər. Bu funksiyanın bu aralığa daxil olan, yəni bu ətrafa daxil olan qiymətlərindən düzəldilmiş x1, x2, xn ardıcıllığı a-ya yığılarsa və uyğun olaraq funksiyanın uyğun qiymətlərindən düzəldilmiş fx-in ardıcıllığı böyük a-ya yığılarsa, biz a-ya x dəyişəni a-ya yaxınlaşdıqda, böyük a ədədinə x dəyişəni a-ya yaxınlaşdıqda fx funksiyasının limiti deyirik. A nöqtəsindəki limiti deyirik. Və limit x yaxınlaşdıqca a-ya fx bərabərdir a və yaxud da x yaxınlaşdıqca a-ya olduqda fx yaxınlaşır böyük a-ya kimi işarə olunur. Çox qarışıq bir tərifdir, çox çətin bir tərifdir. Niyə dedim bəs bunu istifadə eləməyəcəksə? Çünki kimsə də durub kommentə yazmasın ki, sən mövzu keçməyə başladın, gəl ki, sən tərif vermədin, tərifsiz mövzuya başladın falan. Tərifi verdim. Şagird bunu anlayacaqmı? Bu şagirdin 2 ay qalıbdı. Oturub limiti bu dərinlikdə öyrənmək istəyəcəkmi? İstəməyəcək. 2 ay sonra blokudur. Sualları yazıb keçəcək. Ona görə davam edəcək. Bunu silim. Yaxşı, biz indi limiti necə başa düşək? Nə o qədər çətin olsun, nə də əzbərçilik olsun. Əslində limiti keçərkən deyə bilərəm ki, hə, yerinə qoy, yaz, geçsin bu qədər. Nə bilim, limitin düsturları var, görkəmli limitləri əzbərlə keç. Elə olmasın. Anlayaq da biraz limiti. Müəyyən bir fx funksiyası var. Fx funksiyasının x arqumenti a ədədinə yaxınlaşır. Amma a ədədinə çata bilmir. A ədədinə sonsuz qədər yaxınlaşa bilər, amma heç vaxt a ədədinə çata bilməz. Limit nəyə göstərir bəs? Limit x ədədi a ədədinə yaxınlaşdıqca, fx-in nəyə yaxınlaşdığını göstərir. Çünki x-in yerinə qiymətlər qoyduqca fx müəyyən qiymətləri alır axı. X-in qiymətləri a-ya yaxınlaşdıqca fx-in qiymətləri də böyük a-ya yaxınlaşarsa, onda limit fx x yaxınlaşdıqca a-ya bərabərdir a-ya. Məsəl vermək lazımdır buna. Fx bərabərdir x kvadrat üstəgəl 3x funksiyası olsun. Fərqi yoxdur. Deyək ki, x yaxınlaşır 3-ə. Bizdən fx-in 3 nöqtəsində limitini soruşur. X sonsuz qədər 3-ə yaxınlaşır, amma 3 qiymətini heç vaxt ala bilmir. 3-ə yaxınlaşmaq üçün sonsuza qədər çabalayır. Limit. Özümü gördüm burada. Sonsuz qədər çabalayır, amma heç vaxt çata bilmir 3-ə. İndi biz baxaq görək ki, bu 3-ə çatmaq istəyir. Bu 3-ə çatmaq istəyərkən fx nəyə çatmaq istəyir? Fx-in 3 nöqtəsindəki qiymətini tapaq. Fx, f3 bərabərdir. 3-ə çatsaydı, 9 üstəgəl 3 vur 3, 9 bərabərdir 18. 3 nöqtəsində fx alır 18 qiymətini. Deməli, buna qiymətlər verirsən. Bax, belə təsəvvür edin. Buna 3-ə sonsuz qədər yaxın qiymətləri verirsən. 2, tam, 9, 9, 9, 9 verirsən, amma 3 qiymətini heç vaxt ala bilmir. Yaxşı, bu halda bu nəyə yaxınlaşır? Görürük ki, 3 nöqtəsinə çatsaydı cavabı 18 olacaqdı, amma mən yerinə 3-ə nə qədər yaxın qiymət versəm, 18-ə o qədər yaxın qiymət alır. Deməli, limit
x yaxınlaşdıqca 3-ə, fx bərabərdir 18-ə. Limitin nə olduğunu anladıqsa, bunların tapılmasında problem yoxdur. X yaxınlaşdıqca 4-ə, 4-ü qoyacaqsan yerinə. Görəcəksən ki, 4 qiymətin x 4-ə yaxınlaşdıqca bu funksiyanın qiyməti nəyə yaxınlaşır? 6 çıxılsın, 4 bölünsün, 4 üstəgəl 1 bərabərdir 2 bölü 5 bərabərdir. X yaxınlaşdıqca pi bölü 2-yə yerinə qoyacaqsan sinus pi bölü 2 üstəgəl kosinus pi bölü 2, o da bərabərdir. Bura 1 verdiyi üçün, bura 0 verdiyi üçün 1-ə. Limit x yaxınlaşdıqca 1-ə, 1-i yerinə qoyacaqsan 1-in kvadratı 1 üstəgəl 1 çıxılsın, 1 çıxılsın, bölünsün, 1 çıxılsın 4, 4 bölünsün, mənfi 3. Bu şəkildə biz sadə limitləri hesablaya bilirik. Qeyri-müəyyənlik hallarını keçməzdən əvvəl burada bəzi şeyləri qeyd edək. Limit f x yaxınlaşdıqca a-ya fx üstəgəl plus minus gx bərabər ola bilər. Yaza bilərik bunu bu şəkildə. X yaxınlaşdıqca a-ya üstəgəl plus minus limit x yaxınlaşdıqca a-ya gx, buraya fx yazmadım. Lövhə başından yuxarıda olanda diqqətim yayınır. Limit fx plus veya minus toplanması, çıxılması üstəgəl gx bərabərdir. Limit x yaxınlaşdıqca a-ya fx üstəgəl yazmışdısa burada üstəgəldir, minus yazmışdısa minusdur. Limit x yaxınlaşdıqca a-ya gx-ə. Məntiqən elə bunun özünə baxaq. Baxın, burada biz limiti tapanda sinus x ayrıca bir funksiyadır, kosinus x ayrıca bir funksiyadır, ayrı-ayrılıqda. Mən bunu aşağıda bu şəkildə də yaza bilərdim. Limit x yaxınlaşdıqca pi bölü 2-yə kosinus x, sinus x üstəgəl limit x yaxınlaşdıqca pi bölü 2-yə kosinus x. Buradan yenə sən 0 alacaqdın. Pi bölü 2-nin yerinə qoyub yenə 0 alacaqdın. Buradan da eyni şəkildə pi bölü 2-nin yerinə qoyub 1 alacaqdım. Bunları toplayanda yenə 1 verəcəkdir. Bu səbəbdən bu bərabərlik doğrudur. Daha sonra eynisi hasil üçün də keçərlidir. Limit fx vur gx x da a-ya yaxınlaşsın. Bərabərdir. Limit x yaxınlaşdıqca a-ya fx vurulsun limit x yaxınlaşdıqca a-ya gx şəklində yaza bilərik. Məsəl üçün limit x yaxınlaşdıqca a-ya sinus x vurulsun kosinus x. Bu x yaxınlaşdıqca pi bölü 2 olsun. Pi bölü 2'ye. Bunu burada yerinə qoysanız, əgər bunu burada yerinə qoysanız, burada tapacaqsınız 1, burada tapacaqsınız 0. Bunun qiyməti 0'dır. Bunu bu şəkildə də yaza bilərəm də. Limit nə fərqi var ki? Burada da eyni şəkildə yerinə qoyursan, sonra bir-birinə vurursan. Burada da yerinə qoyursan, sonra bir-birinə vurursan. X yaxınlaşdıqca pi bölü 2 vurulsun pi bölü 2 sinus x vurulsun limit x yaxınlaşdıqca pi bölü 2 kosinus x. Eyni şəkildə burada yerinə qoyacaqsınız 0, burada yerinə qoyacaqsınız 1 bərabərdir 0'a. Daha sonra limit
limit x yaxınlaşdıqca a'ya gx bölünsün f x bərabərdir limit x yaxınlaşdıqca a'ya g x bölünsün limit x yaxınlaşdıqca a'ya f x limit x yaxınlaşdıqca a'ya f x fərqlidir sıfırdan. İşarətlər eyni şəkildə ödənir. Eynisini burada tapmaq istəsəz ayrı-ayrı yazacaqsınız. Ha burada bir yerinə qoymusan, ha ayrı birini yuxarıda, birini aşağıda yerinə qoymusan, eyni şeydir. Yerimiz bitmək üzrədir. Bunu da yaza bilərik. Limit kökün altında n-ci dərəcədən fx x yaxınlaşdıqca a'ya bərabərdir. Kökün altında n-ci dərəcədən limit x yaxınlaşdıqca a'ya f x məsəl üçün f limit kökün altında x yaxınlaşdıqca 2'ye burada nə var idi məsələn? Yoxdur burada. 3x üstəgəl 2 eyni zamanda bərabərdir limit yox, kökün altında. Bunun qiymətini tapmaq istəsəz kök 8 verəcək. 2-ni yerinə qoyanda kök 8 verir. Eyni şəkildə. Ha orada qoymusan, ha da burada limiti tapmışsan ki, sən limit 3x üstəgəl 2 x yaxınlaşdıqca 2'ye burada tapsaydın, kökün altında tapsaydın, yenə də sənə verəcəkdi kök 8'i. 8'i verəcəkdi, kökün altında qalmış olur. Ha da burada bir dəfəlik yerinə qoymusan, eyni şeydir. Bir-iki hal daha var, lövhə silim yazaq. Davam edək. Limit x yaxınlaşdıqca a'ya kanun üzəri fx bərabər nə? Bu eyni zamanda kanun üzəri limit x yaxınlaşdıqca a'ya fx'e bərabərdir. Fərqi yoxdur da, yəni sən onsuz da burada limiti, buradakı fx'i görə tapırsan. Sən bu a'nı, buradakı fx'e ha burada qoydun, bu şəkildə qoydun tapdın, ha da bu şəkildə qoydun, çıxan qiyməti kanun üzərində yazdın. Məsəl üçün, limit x yaxınlaşsın 3'e, kanun üzəri 3x, k da olmasın, orada ədəd olacaq da bizdə. 2'nin üzəri 3x olsun, bu da yaxınlaşsın 3'e olsun, bu şəkildə olsun. Bunun qiymətini tapmaq istəsən, 3'ü gətirib burada yerinə qoyacaqsan, olacaq 2'nin üzəri 9. Bu eyni zamanda məntiqimizlə baxsaq, bu 2'nin üzəri limit x yaxınlaşdıqca 3'e 3x'e bərabərdir. 3'ü gətirib burada yerinə qoysan, limit 3x, x yaxınlaşdıqca 3'e yenə də 9'a bərabərdir. 2'nin üzəri 9. Yaxşı. Ondan sonra nə var idi? Sabitlə yazmağı unuttum. Limit x yaxınlaşdıqca a'ya c burada sabitdir. fx bərabərdir c limit x yaxınlaşdıqca a'ya fx'e bərabərdir. C burada olmuş. Sən onsuz da bayaq yuxarıda dediyim kimi bu a'nı
gətirib burada yerinə qoyursan, fx-ə qiymət tapırsan. Ha sən bunu burada tapandan sonra vurdun s-yə, hadi burada vurub çıxartdın limitin xaricini. Eyni şeydir. Məsəl üçün, limit x yaxınlaşsın 3-ə 2x x kvadrat üstəgəl 3x olsun. 3x olmasın, 4x olsun. 4x olsun. Mən burada 2-ni mötərizdən burada bir dəfə cavabı tapaq. 3-ü yerinə qoydum. 3-ün kvadratı 9 vur 2 18, 3 vur 4 12 30. İndi mən burada limit x-dən 3, x yaxınlaşır 3-ə 2-ni mötərizənin xaricini çıxarda bilərəm. Yazaram x kvadrat üstə 2x. Onu da yazaram bərabərdir limit x yaxınlaşdıqca 3-ə 2-ni bura xarici çıxara bilərəm. Limit 2 limit Allah Allah 2 limit x yaxınlaşdıqca 3-ə x kvadratı üstə gəl 2x. 3-ü yenə gətir yerinə qoy 9 üstə gəl 2 vur 3 6 15 15 limitin qiyməti 15 verir, onda 2-yə vuranda cavabın 30 verəcək yenə. Bir də belə bir şey var. Loqaritma limit x yaxınlaşdıqca a-ya loqaritma k-dan fx bərabərdir loqaritma x yaxınlaşdıqca loqaritma k-dan limit x yaxınlaşdıqca a-ya fx. İndi bax, yenə bayaq dediyim kimi eyni qayda burada da keçərlidir. Sən fx-in limitini tapırsan, loqaritma dəymirsən, onsuz da qoyduğun qiymət burada qoymusan, tapmısan, çıxarmısan ya da burada tapıb burama qoymusan, heç bir fərqi yoxdur. Məsəl üçün yenə yazırıq limit x yaxınlaşsın 2-yə loqaritma 3-dən 3 üzəri x yazsan nəyə bərabər olar? Buradan 2-ni yerinə qoyarsan, görəcəksən ki, loqaritma 3-dən 3 üzəri 2 bərabərdir 2-yə. 2-ni yerinə qoydum, tapdım. Bunu bir də limiti içəri keçirib yazsan nə olar? Loqaritma 3-dən limit x yaxınlaşır 2-yə 3 üzəri x eyni şeydir. X yaxınlaşdıqca 2-yə 3 üzəri x nəyə bərabərdir? 3 üzəri x nəyə bərabərdir? 9-a bərabərdir. Yəni 3 üstə 2-yə bərabərdir. Onda loqaritma yenə 3-dən 3 üzəri 2 bərabərdir 2-yə. Deməli, sonsuzluğa yaxınlaşma və sıfıra yaxınlaşma hallarına baxaq. Sıfıra yaxınlaşma halı üçün bir dənə limit x yaxınlaşdıqca sıfıra a bölünsün x bərabərdir sonsuzluğa. Nəyə görə belə olur? Biz bilirik ki, biz əgər məxrəci nə qədər kiçiltsək, məxrəci nə qədər kiçiltsək, o qədər böyük bir ədəd alırıq. Biz bu a bölü x-in məxrəcini hara kimi kiçildə bilərik? Sıfıra kimi kiçildə bilərik, amma sıfırı yerinə qoya bilmirik. Çünki ədədi sıfıra bölmək olmur, qeyri-müəyyən halıdır. Yaxşı, əgər bu sıfıra qədər kiçilirsə, kiçiltdikcə böyüyür. Sən sıfıra sonsuz qədər yaxınlaşdıqca, məsələn, bura x-in yerinə qoymaq istəsən 0,000000000 axırda bir dənə 1 qoymaq istəsən, bunu sonsuz qədər böyük eləmiş olursan. Deməli, x sıfıra yaxınlaşdıqca, sən sıfıra doğru getdikcə, yəni buranı kiçiltdikcə
Məxrəc ədədin qiyməti böyüyürsə bu sonsuzluğa doğru gedir. Məncə bunu anlamış oluruq buradan. Çox maraqlı bir şeydir. Daha sonra var burada nə? Limit x yaxınlaşdıqca sonsuzluğa a vurulsun x bərabərdir sonsuzluğa. Limit x yaxınlaşdıqca sonsuzluğa x bölünsün a bərabərdir sonsuzluğa. Bunlar aydındır ki, biz sonsuzluğu kiçildə ya da böyüdə bilməliyik. Sən bu sonsuzluğu a-ya vursan nə dəyişər, vurmasan nə dəyişər? Sonsuzluq elə sonsuzluqdur. Eyni şəkildə böləndə də heç nə dəyişməyəcək. Sonsuzluğu böyüdə və ya kiçildə bilmirik biz. Ona görə vurdun və ya böldün hər hansı bir ədədə limit elə sonsuzluqda sonsuzluqdur. Bir də hansı hal var idi? Limit x yaxınlaşdıqca sonsuzluğa əgər olarsa a bölü x şəklində bərabər olacaq sıfıra. Çünki biz bilirik ki, buradakı eyni məntiqdir. Bu dəfə məxrəci böyüdürsən. Məxrəci nə qədər böyütsən, məxrəc nə qədər böyük olsa bir o qədər kiçilir. Məsələn, a-nı 2 götürsən, məxrəci 9, 9, 9, 9, 9, 9'ların da 9'a oxşamadı. Bu şəkildə sonsuz dənə 9 yazdınsa sən məxrəc sonsuz qədər böyük olacağı üçün ədəd sonsuza qədər kiçilir. Sonsuza qədər kiçilirsə bu nə deməkdir? 0 olur. 0 olur amma limitdə 0 olmur əslində. Çünki sonsuzluğa çatmaq deyə bir şey yoxdur. Sonsuzluğa biz heç vaxt çata bilmirik. Sadəcə sonsuzluğa nə qədər çox yaxınlaşırsan, sıfıra o qədər çox yaxınlaşırsan. Deməli, bunun limiti sıfırdadır. Bunlar da bu şəkildə olur. Lövhədə yerimiz olsaydı bu tərəfə yazardım, gəlirəm. Bu şəkildə verilərsə limit, əgər n böyükdürsə m-dən, limitin cavabı bərabər olur sonsuzluğa. Əgər m böyükdürsə n-dən, limitin cavabı bərabər olur sıfıra. Əgər n bərabərdirsə m-ə, limitin cavabı bərabər olur a sıfır bölünsün b sıfıra. Gəlin baxaq, tək-tək hər bir ala baxaq. Limit n-in üzəri 4, 3 n-in üzəri 4, üstə gəl 2 n-in üzəri 3 üstə gəl, n üstə gəl 2 bölünsün, məsəl üçün n-in kubu üstə gəl 6, n üstə gəl 1. N yaxınlaşırsa sonsuzluğa. Biz bunun cavabını tapmaq üçün, hər tərəfi n kubuna bölə bilərik. Buranı n kubuna bölsəm, bunu n kubuna bölsəm, limit n yaxınlaşdıqca sonsuzluğa, n kubuna bölsəm nə qalır orada? 3n qalır. 3n üzəri 4'ü n kubuna böləndə 3n qalır. Üstə gəl 2n kubunu n kubuna böləndə 2 qalır. Bunu böləndə 1 bölünsün, üstə gəl n 1 bölünsün n kvadrat, üstə gəl 2 bölünsün n'in kubu qalır orada. Bunu böləndə n'in kubuna böləndə 1, üstə gəl n kubuna böləndə 6 bölünsün n kvadrat, üstə gəl 1 bölünsün n'in kubu. Çox gözəl. Burada n kubunu yerinə qoyduğum zaman bura 0 verir. Dedim ki, məxrəcdə əgər n varsa, n də sonsuzluğa gedirsə 0. Bu 0 verir. Az öncə dedik bunu. Bu da 0 verir. Bu da 0 verir. Bu da 0 verir. Niyə elə olduğunu da dedik. Sadəcə qaldı bura. Fikir versəz, burada n sonsuzluğa gedir. Məxrəci 1 alırsan. Yuxarıda da n var. N sonsuzluğa doğru gedirsə, n'in qiyməti elə sonsuzluqdur. Ona görə sən böldüyün zaman ən böyük
məxrəcdədirsə, limitin cavabı sonsuzluq olur. Buna görə bərabərdir sonsuzluğa. Yaxşı, bunun tərsini yoxlayaq. Limit n yaxınlaşdıqca sonsuzluğa n'in kubu üstəgəl 6n üstəgəl 1 bölünsün. 3n'in üstü 4 üstəgəl 2n'in kubu üstəgəl n üstəgəl 2 yazsam, bu dəfə də hər tərəfi n'in kubuna bölmək istəsəm, n'in kubuna 1, 6n'in kubuna üstəgəl 6 bölünsün n'in kvadratı, üstəgəl 1 bölünsün n'in kubu. Təzdən hesablayırım, ora baxıb yazmaq yerinə. Burada da n'in kubuna böldüyüm zaman 3n üstəgəl 2 üstəgəl 1 bölünsün n'in kvadratı, üstəgəl 2 bölünsün n'in kubu. Bu şəkildə olduğu zaman, bunlar yenə sıfırlar, bunlar yenə əhəmiyyətsizdir bunlar bizim üçün. Bura baxsam, bura sonsuzluq qoysam, məxrəc sonsuzluq olur. Məxrəc sonsuzluq olanda bayaq dedik ki, məxrəc sonsuzluq olsa, cavab sıfır, limiti sıfırdır. Bərabər olduğu zaman nə olur? Limit n üzəri 4, n yaxınlaşdıqca sonsuzluğa, n üzəri 4 üstəgəl 6n üstəgəl 1 bölünsün 3n üzəri 4 üstəgəl 6n üstəgəl 1 olarsa, biz hər tərəfi bu dəfə n üzəri 4-ə bölək. Hər tərəfi n üzəri 4-ə bölsək, bərabərdir limit n yaxınlaşır sonsuza, n üzəri 4-ə böldüyüm zaman n üzəri 4-ə 1 üstəgəl n üzəri 4-ə böləndə 6 bölünsün n'in kubu, n üzəri 4-ə böləndə 1 bölünsün n üzəri 4 bölünsün n üzəri 4-ə böləndə 3, n üzəri 4-ə böləndə yenə eyni şey 6 bölünsün n'in kubu. Saçıb bunu belə yazdım, amma əhəmiyyətsizdir dediyim kimi. Sadəcə ən böyük, qüvvəti ən böyük olan hədlər burada əhəmiyyəti var, qalan hamısı əhəmiyyətsizdir burada. Bunu da böləndə 1 bölünsün n üzəri 4. Çünki sonsuzluğu yerinə qoyub, bunu yenə 0, 0, 0, 0, kiçik hədlərin hamısı 0-dır. Sadəcə böyük hədlərdə n üzəri 4-ə böldüyüm üçün orada bərabər olur 1 bölünsün 3-ə. Yəni burada əgər n böyük olarsa, x üzəri m-ə bölürsən hər tərəfi və görürsən ki, sonsuzluqdur, oradan ispat edirsən. Əgər n böyük olanda da x üzəri m-ə bölürsən hər tərəfi, elədik. N'in kubuna böldük. N'in kubuna böldük bu dəfə. X üzəri n-ə böldün. X üzəri m-ə böldün. Çünki burada x üzəri n-ə bölsəydin, məxrəci 0 alacaqdın. Burada x üzəri n-ə bölürsən hər tərəfi, kiçiyə bölürsən. Burada da onsuz bərabər olduğu üçün x üzəri n-ə ya da m-ə bölürsən və bu şəkildə olur. Yəni, əzbərləmək yerinə gördüyün məxrəcdəkinin əgər qüvvəti böyükdürsə sonsuzluqdur. Əzbərləmək deyəndə hər dəfəsində bölmək yerinə bunu yadda saxlamaq daha rahatdır. Görünürsə bunun qüvvəti böyükdür sonsuzluqdur. Görünürsə bunun qüvvəti böyükdür sıfırdır. Bərabərdirsə əmsallarının nisbəti şəklindədir. Topludan 3 dənə suala baxaq. Deməli, limitin yaxınlaşdıqca sonsuzluğa bu ifadənin qiyməti. Bunu görürəm ki, məxrəclər bir-birinin əksidir. Bunda məxrəcləri ortaq məxrəcə gətirmək üçün birindən mənfini çıxardacağım qarşıya. Yazaq, limit n yaxınlaşdıqca sonsuzluğa, ikincidən mənfini çıxararaq qarşıya 5n'in üzərində yazdım n'in kubunu bölünsün 2n'in kvadratı çıxılsın 5. Çıxılsın, burada mənfini çıxartdım qarşıya.
2n'in kvadratı çıxılsın 5, n'in kvadratı, n'in kubu üstəgəl 3'nin kvadratı. Yaxşı, bunları bir məxrəcdə yazsam nə olacaq? N kubları gedəcək. Bu mənfidir. Mənfidir, bəli. Bu mənfidir. N kubları gedəcək. Mənfini götürəcək. Olacaq nə? Limit en yaxınlaşdıqca sonsuzluğa 3'nin kvadratı üstəgəl 5n bölünsün 2'nin kvadratı çıxılsın 5. Lövhənin ikinci görünümü görünür. Demişdik ki, əgər qüvvəti ən böyük olan həddlərin qüvvətləri bərabər olarsa surət və məxrəcdə, onda nə olur? Əmsallarının nisbəti şəklində olur cavabımız 2/3. Bu da 1/5 olacaq. Daha sonra buna baxaq. Buna baxmaq üçün belə bir şey deyək. Kəsr ədədin limit en yaxınlaşdığı sonsuzluğa burada olarsa a'nın üzəri n a mənfi 1'dən böyük 1'dən kiçik olarsa bu bərabərdir 0'a. Nəyə görə? Biz bilirik ki, kəsr ədədi, məsələn 3'dən 1'i özünə nə qədər vursaq, bu şəkildə gedirsən, özünə nə qədər vursan kiçilir. Elə deyilmi? Bu halda sən bunu sonsuz qədər vursan öz-özünə, bu sonsuz qədər kiçiləcək deməkdir. Əgər sən bunu sonsuz qədər kiçildirsənsə, bayaq necə məxrəcə sonsuzluq yazanda 0 olurdu. Eyni şəkildə burada da sonsuz qədər kiçildirsənsə bunu, deməli bu ifadənin qiyməti 0 olacaq. Sonsuza qədər kiçilib 0 olur. Onda burada görürəm ki, n'in yerində yazım. Onsuz bu cəm nəyə bərabərdir? Limitin yaxınlaşdıqca sonsuzluğa. Sonsuzluğa yaxın bir qiymət yazası olsam əgər bura, görəcəm ki, bura kəsirdir. 3'dən böyük hər bir qiymətində, ümumiyyətlə bu suala baxsaq, n'in 3'dən böyük hər bir qiymətində 3 qoyanda n'in yerinə 1 alınır. 3 qoyduğun qiyməti çıxırsan, sənə onsuz sonsuzluğa yaxın qiymətlər lazım. 3'dən böyük hər bir qiymətində bu ifadənin qiyməti kəsirdir. Bu ifadənin qiyməti kəsirdirsə, kəsrin üzərində dedik sonsuzluq olanda, kəsrin üzərində sonsuzluq olanda cavab 0'dırsa, bunun cavabı 0'dır. Bir də buna baxaq. Bir ədədi silsilə verilib. A1 4'dür, D 8'dir, silsilə fərqi 8'dir. Sn bölünsün n plus 2'nin kvadratının limitini soruşur n sonsuzluğa yaxınlaşdıqca. Sn'i tapmaq istəsən, mən nəyə bərabərdir Sn? 2A1 üstəgəl n-1 d bölü 2 vur n. Buradan yerinə qoyub tapmaq istəsəm, bunun yoluna girməyib, bu tərəfə yazaq. Yerinə qoyub tapmaq istəsəm, Sn bərabər olur. A1'i yerinə qoyanda 8, D-ni yerinə qoyanda n-1 8 bölü 2 vur n şəklində olur. Bunu da bərabər yazıram. Vurub atsam nə olur? 8 çıxılsın 8 üstəgəl 8n çıxılsın 8 bölünsün 2 vurulsun n. Bu da bərabərdir. 8'lər gedəcək. 2 ilə 8 n gedəcək 4. Burada da 4n, burada da n bərabər 4n'in kvadratına. Onu da gətirib yazacağım burada. Limit n yaxınlaşdıqca sonsuza 4n'in kvadratı bölünsün n plus 2'nin mötəzə kvadratı bərabərdir. Bunu açmağa ehtiyac yoxdur. Biz bilirik ki, binom açılışında, binom məncə keçmiş olmalısınız, bloka gedəcəksiniz.
Binom açılışında birinci həddin qüvvəti nəyə bərabər olur? Bu binomun üzərindəki qüvvətə bərabər olur və əmsalda 1 olur. Bu şəkildə olur da kombinzon n-dən 0 a üzəri n olacağı üçün burada da nə olursa olsun, onsuz da bilirəm ki, birinci ən böyük, qüvvəti ən böyük olan həddin üzərində buradakı 2 olacaq. Ona görə də əmsalda 1 olacağı üçün 1 ilə 4-ü götürəcəksin. 4-ü 1-i böləndə elə 4 verir cavabımız. Bir şey deyim, bura qədər izləməsinizsə videonu artıq ardıcıllığın limitini işləyə biləcəksiniz ki, ardıcıllığın limitini işləyib sonra digər partdakı videoya baxa bilərsiniz.